Salam dostlar, bugün 5-ci sinif təbiət iş dəftəri 2-ci hissə mövzu 35-i izah edəcəm. Mövzumuzun adı sel və daşqınlar necə baş verir? İş vərəqi 1. Sellərin təsirləri. Səhifə 49. Gəlin birinci tapşırığa baxaq. Verilmiş təbii fəlakət şəkillərinə əsaslanaraq sualları cavablandırın. A. Şəkillərə istinad edərək sellərə səbəb olan bəndi işarələyin. Burada baxırıq ki, burada bir variant işarələnməli və burada düzgün cavab birinci şəkil olur. Seçdiyiniz sel hadisəsinin baş vermə səbəblərini izah edin. Görürük ki, burada bir bənd dağılıbdır. Niyə? Çünki arxasında onun çoxlu su var ki, gəlib axmasın da bura. Amma o artıq dağılanda bütün sular tökülür və sel hadisəsi baş verir. Tapşırıq 2. Azərbaycanda müxtəlif illər ərzində çayların daşması diaqramına diqqətlə baxın. Ən çox və ən az çay daşqını hansı illərdə olmuşdur? Ən çox 2003-cü ildə baş vermişdir. Yazırıq. Ən çox 2003 ən az isə 1970 və 1988-ci illərdə olmuşdur. Bunlar eyni olduğuna görə elə birini yazdıram. 1970. 2001 və 2009-cu illərdə baş vermiş daşqınların sayları arasındakı fərq nə qədər olmuşdur? Baxırıq ki, 2009-cu ildə 25-dir. Ancaq 2001-ci ildə isə 5-dir. Burada da 25-dən 5-ini çıxanda qalır 20. Yazırıq 20. Sizcə hansı illərdə qarların əriməsi və yağıntıların düşməsi çox olmuşdur? Burada yəni ən çox daşqınlar nə zaman olubsa, deməli onda yağıntı miqdarı çox imiş. Çünki daşqınlar həm də yağıntıların miqdarının çox olması ilə yaranır. Və burada da yaza bilərik ki, 2003, 2009 və 2012. Yazırıq bura. E, 2009 daha sonra 2003 və 2012. Bugünkü dərsimizdən bu qədər dostlar. Hələlik.